Bakının Yasamal rayonunda isə beton maneələr qəzaya səbəb oldu. 3 sərnişin xəsarət alıb. Daha bir yol qəzasında əks istiqamətlərdə gələn 2 minik maşını toqquşub. Təmirə bağlanan yolda dayan işarəsinin olmaması ağır qəzanın baş verməsinə şərait yaradıb. Eyni anda 3 avtomobil yolun ortasında qoyulan beton maneəyə çırpılıb. Ağır qəza ötən gecə paytaxtın Yasamal rayon ərazisində dairəvi yolda baş verib. Qəza zamanı əvvəlcə Məhəmməd Əli Əsgərov idarə etdiyi Mercedes marka avtomobillə hərəkətdə olarkən yolda təmir işləri gedən yerə qoyulan beton maneələri görməyib və avtomobili həmin maneəyə çırpıb. Qabağımda bir ara Mercedes gedirdi. 327 idi nömrəsi. Hardasa 100-190 dairə sürət vardı. Bu çeşka belə bura çatanda iznak yox idi. Girdi qabağına. Tozlandırdı bu yolu. Ben de görmedim. Hardasa 500 metre aramız vardı. Köle idi güyde. Ben de geldim, o tozlandırdı. Çaşdım geldim geldim. Gördüm stolu bir dairə. Buna göre geldim bura girdim. Biraz keçməmiş eyni hal həmin yolda bir-birlərin arxası hərəkətdə olan Həsəd Alışov və onun qardaşı Adəmin də başına gəlib. Onlar da idarə etdikləri Jiguli marka avtomobillərini eyni anda beton maneəyə çırpıblar. Ben gelirdim takımda 110. İki kardeş dalbalar gelirdi. Bir tane iznak yok, bir tane cevi yok idi. Böyle bana çatmıştım, buraya gördüm yol kesilip. Ayağımı attım, tönümde çıktım, orada bana arkadan vurdu. Üçten gelirdi, eve gidiyordu. Getirip beton direğe koyup böyle pozun kaban kesipler. Hadisə nəticəsində Adəm Alışov və onun avtomobili olan 3 nəfər sərnişin xəsarət alıb. Əraziyə təcili tibbi yardım avtomaşını gəlib. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib. Qəza ilə bağlı hadisə yerinə Yasamal rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.